2 il əvvəl alimi maşınla vuraraq öldürən həkimə hökm oxundu. Tanınmış alim Arif Acaloğlunu avtomobillə vuraraq onun ölümündə təqsirləndirilən həkim Azər Maqsudov 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Azər Maqsudov məhkəmədə son sözündə özünü təqsirli bilmədiyini deyib. Biz barışıq təklif elədik. Əvvəl qəbul etsələr də sonra mərhumun həyat yoldaşı bizə qarşı mülki iddia qaldırdı. O bizdən əvvəl 400 min manat, sonra isə 2 ədəd 2 otaqlı mənzil istədi. Sonra bu məbləği 250 min manata düşdü. Biz onlara 45 min manat təklif eləsək də razı olmadılar deyə Azər Maqsudov bildirib. Məhkəmə zərər çəkən tərəfin qaldırdığı mülki iddianı baxılmamış sayıb. Qeyd eləyək ki, Azər Maqsudov kliniki tibbi mərkəzin toksikologiya şöbəsinin müdiridir.